Vətəndaşları irgəndirməyin, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər, məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Xoş gördük sizi, əziz izləyicilər. Mən çoxdandır canlı yayım etmirdim, buna ara vermişdim. Düşündüm ki, rastlaşdığım bir video materialdan sonra düşündüm ki, yenidən bu günləri bir canlı yayım edim. Bir video rast gəldim, gördüm prezidentimiz deyir ki, bəs məmurlara üzünü tutub deyir ki, bu xalqı iyrəndirməyin. Yəni deyir, adamları az iyrəndirin də, yəni bu dərəcədə də olmaz. Siz, bəlkə də sizə qəribə gələcək, İnanın ki, mən indiyə qədər elə bilirdim ki, həqiqətən də, bəlkə də siz mənim bu məsumluğuma güləcəksiniz, saflığıma güləcəksiniz. Mən indiyənə qədər elə bilirdim ki, prezidentin bu ölkədə baş verənlərin heç birindən xəbəri olmur. Çünki bilirsiniz niyə görə? Heç birindən gələn müəyyən dərəcədə yəni xəbər tuta bilər. Yəni, hər kəs öz sözünün gözəlini deyir. Ətrafındakılar da çalışırlar ki, xalqı gözdən salsınlar, özləri talayıb yeməkdən ötürü, nəvə nəticələrinə yığmaqdan ötürü və uzun müddət vəzifədə qalmaqdan ötürü, vəzifəni özlərindən sonra övladlarını ötürməkdən ötürü xalqı gözdən salıb, yəni özlərini tərifləyib, özlərini haqlı yerinə qoyurlar. Düşünürdüm ki, prezident də buna inanır. Ona görə də mənə çox qəribə gəldi deyəndə ki, bu xalqı özünüzdən az iyrəndirin. Yəni, hökumətdən, bu məmurlardan, bu iqtidardan. Mən qəribə gələn həm də bilirsiniz nə oldu? Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm. Yenə qədər iştirak etdiyim məhkəmələrdə mən həmişə düşünmüşəm ki, məsələn, bu məhkəmə prosesindən tutaq ki, prezidentin xəbəri yoxdur. Təbii ki, indi prezidentin bütün məhkəmə proseslərindən xəbəri ola bilməz, yəni gülməli olar. Amma ən azından bu işi aparan, hökm oxuyan hakimlər təbii ki, sifarişlə, Azərbaycanda artıq hakim deyəndə hamının məhkəmələrdən xəbəri olan, yəni bu proseslərdən xəbəri olan hər bir insan düşünür ki, ağlına birinci gələn söz, bilirsiniz nə olur? Sifariş. Çünki Azərbaycanda yəni ədalətli məhkəmə demək olar ki, yoxdur. Azərbaycanda ədalətli məhkəmədən danışana gülürlər. Bəzən mən nə bilirdim ki, bunu ancaq jurnalistlər bilir, bunu ancaq hüquq müdafiəçiləri bilir, bunu ancaq məhkəmələrin monitoringini aparanlar bilir. Amma sonra mən baxıb gördüm ki, rastlaşdığım hər kəs Azərbaycanda məhkəmə var deyib gülürlər. Yəni, həqiqətən də Heydər Əliyevin bir sözü vardı, deyirdi bir ölkədə, hər bir ölkənin təməli, dayağı onun məhkəmə sistemidir. Onun ədalətli məhkəmə sistemidir. Əgər bir ölkədə ki, ədalətli məhkəmə sistemi yoxdursa, demək ki, o ölkənin dayağı da zəifdir. Və bu günləri çox ürək ağrıdıcı bir məqamdır, bizim məhkəmələrin gəldiyi məqam. Və mən onu da deyim ki, çoxdan da heç məhkəmə proseslərində də iştirak etmirdim, amma bu günləri deməli Əbülfəz Səricənovun məhkəmə prosesində iştirak etdim və onu Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin deməli sədrliyi ilə keçirilən prosesdə 10 il həbs cəzası verildi və onu da deyim ki, məhkəmə prosesi heç bir səbəb göstərilmədən qapalı keçirildi axıra qədər, nə media buraxılmadı, nə ailə üzvləri buraxılmadı, ancaq hökm oxunanda ailə üzvləri və media buraxıldı içəri. Yəni, bu da Azərbaycanda məhkəmələrin, necə deyim, insan haqlarına, söz ifadə, fikir azadlığına qarşı aqressiyasını və hörmətsizliyini göstərir. Çünki hər hansı bir proses haqqında söhbət gedirsə, bu ictimailəşibsə, bunun həbsi ictimailəşibsə, bu barədə danışılıbsa, bu məhkəmədə açıq keçirilməlidir ki, həm ailəsi iştirak eləsin, görsün bu həqiqətənmi, yəni bu göstərilən ittihama uyğun bunun günahları var, həm də media bunu işıqlandırsın. Amma bunun heç biri olmur. Yəni adamını tuturlar, istədikləri maddənin üstünə qoyurlar, istədikləri şəkildə ittiham edirlər, dövlət mediası istədiyi şəkildə ağzına gələni deyir, şərəf və ləyaqətini alçaldır. Gah İran casusu deyir, gah nə bilim nə deyir, adətən də dindarlara belə ləkə vururlar. Və ya olsun digər siyasi məhbuslar tutaq ki, onları da digər ölkələrə işləməkdə günahlandırırlar. Amma
məhkəməyə gələndə icazə vermirlər ki, o məhkəmədə canlı yayım olsun, o məhkəmələrdə açıq çəkiliş olsun. Siz yəqin izləyirsiniz, xarici dövlətlərdə, elə bizim qonşu ölkələrdə məhkəmələr açıq keçirilir və orada deməli mediada iştirak edir, canlı yayım da olur. Yəni bu məhkəmənin nə dərəcə şəffaflığını göstərir. Əgər sizin yadınızdadırsa, bu barədə Tofiq Yaqublu'nun məhkəməsindən sonra onun ailəsi də çıxış edəndə, qızı da çıxış edəndə demişdi ki, atamın məhkəməsini açıq keçirdim, qoy adamlar gəlsinlər, görsünlər, gəlməyənlər də qoy media iştirak eləsin, çəksin, göstərsin, görsünlər ki, Tofiq Yaqublu'nun da sözü var, nəsə demək istəyir, fikrini bildirsin və adamlar da bu barədə xəbərdar olsunlar. Bu ədalətsizdir ki, sənin əlində böyük bir media var və bir adam istədiyin şəkildə həm həbs edirsən, həm də istədiyin şəkildə onu istədiyin maddənin üstünə qoysan, ittiham edirsən, istədiyin şəkildə də deməli cəzalandırırsan. Amma onun sözünü deməyə, fikrini bildirməsinə imkan yaratmırsan. Bu çox acınacaqlı bir haldır. Və onu da deyim ki, bu yaxınlarda daha bir məhkəmə ilə bağlı daha bir məsələ diqqətimizi çəkdi. Sosial şəbəkələrdə bu barədə çox danışıldı. Qondarma Qarabağ Respublikasının deməli qondarma prezidenti Arayikın məhkəməsində, Bakıda keçirilən məhkəməsində, Bakı Hərbi Prokurorluğuna keçirilən məhkəməsində yəqin ki, siz gördünüz ki, o əlində stəkanda tutub çay içirdi, rahat-rahat çayını içirdi məhkəmə prosesində, məhkəmə zalında. Mən indiyənə qədər yüzlərlə məhkəmə prosesində iştirak etmişəm. İndiyənə qədər heç vaxt görməmişəm ki, bizim hər hansı ya siyasi məhbus olsun, ya adi məhbus olsun, məhkəmə zalında çay içsin. Narkotik dahamlə şərlənib həbs olunan dindarların məhkəməsində iştirak edirdim və onlar hamısı əli qandallı gətirilirdilər. Məhkəmədə əli qandallı otururdular. Və hətta bəzi vəkillər buna etiraz edirdi. Söz yox, hakimlə üz-göz olurdu, hakimlə necə deyim, məcburi şəkildə əlinin qandalını açdırırdı. Amma bəzi vəkillər ümumiyyətlə heç buna əhəmiyyət də vermirdi. Yəni, axıra qədər əli qandallı otururdu. Və Arayikin, o qanımıza susayan qatil Arayikin məhkəmədə çay içməyini görəndə yadıma bilirsiniz nə düşdü? Gəncə İşi məhkəməsində hökm oxunurdu. Hökm oxunanda orada hökm oxunan gənclərdən biri gözləri dolmuşdu. İndi istəmədi ki, onun göz yaşını kimsə görsün və gözünün yaşını silmək istəyəndə əlini uzadanda elə bil ki, adamın qəfil yadına düşdü ki, bunun axı əli qandallıdır. Yəni, əlini uzadıb gözünün yaşını da silə bilmədi. Təbii ki, Azərbaycan tolerant ölkədir. Kaş ki, biz o tolerantlıqdan biz də görərdik bir vətəndaş kimi. Biz o tolerantlıqdan dadardıq, biz onun şahidi olardıq. Amma çox təəssüf ki, biz bunu görmədik. Bunu ancaq ermənilər gördülər. Və bu günləri mən bu barədə sosial şəbəkələrdə çox yazıldı, çox deyildi. Əbülfəz Sərricanovun məhkəməsi ilə bağlı danışmaq istəyirəm. Siz bilirsiniz ki, Əbülfəz Sərricanov Azər Sərricanovun oğludur. Azər Sərricanov deputat Fazıl Mustafaya qarşı sui-qəsdin işinin təşkilatçısı kimi ömürlük həbs cəzası alıb. Və Azər Sərricanovun oğlu Əbülfəz Sərricanov da bu günləri 10 il müddətinə həbs edildi. O, əskərdən gələndə atası həbs olunmuşdu. Əskərdən gəldiyi gün atası həbs olunmuşdu, hadisə baş vermişdi. Və birbaşa əskəridən gəlib evə daxil olanda, yəni belə bir mənzərə ilə qarşılaşmışdı. Ev darmadağın, evdə axtarış aparılır, atasının qolları qandallı. Və bilmirəm, insandır, gəncdir, bu travmalardan, yəni yaşadıqlarından ola bilsin ki, və atasına qarşı ədalətsiz məhkəmə qərarından ola bilsin ki, bu adamda travmalar yaranıb və bir TikTokda bir sosial şəbəkə hesabı açıb, orada deməli, İsrail rejiminin fələstində törətdiyi soyqırımı pisləyib, sonra Azərbaycanda aparıcı Kamran Həsənli, hərbi ekspert Telman Qasımov və jurnalist Elçin Aloğlu haqqında deməli, təhdidli fikirlər bildirib. Və onu da deyim ki, məhkəmədə Telman Qasımov gəlmişdi, hərbi ekspert. O dedi ki, mənim heç bir şikayətim yoxdur. Konkret olaraq o mənə yönəlik bir fikirləri, yəni mənə yönəlik bir şey eləməyib, yəni mənə zəng eləməyib, mənə təhdid eləməyib. Sosial şəbəkədə bunu eləyib və mən ondan şikayətçi deyiləm, açın, buraxın. İnsandır, səhv eləyər, insanın qaydasıdır səhv eləmək. Yəni, mən şikayətçi deyiləm. Elçin Aloğlu da bu dəfə gəlməmişdi, amma digər proseslərdə gəlib, o da orada ifadə verib ki, mən də şikayətçi deyiləm. Kamran Həsənli isə bu barədə fikrini bildirməyib.
Yəni ortada şikayətçi də olmadığı halda bir gəncimizi də 10 il müddətinə azadlıqdan məhrum elədilər və siz bəlkə də bəziləri deyəcək ki, Əbülfəzin bu qədər həbs cəzası alması normaldır, düzgündür. Mən o adamlara xatırlatmaq istəyirəm, yadınıza salın. Qaçqın.com-un keçmiş rəhbəri Əli Həsənovun nəvəsi deməli maşınla avtoşluq eləyərkən, şəhərin ortasında maşınla, şəhərin mərkəzində avtoşluq eləyərkən deməli qəza törətdi, 2 nəfər öldürdü, 2 nəfər isə ömürlük Türkiyə vətəndaşı ər-arvad ömürlük əlil oldular. Amma o adama cəmi 6 il həbs cəzası verdilər. Azərbaycanda 2 nəfəri öldürəndə, bütün hallarda 2 nəfər öldürən adam ömürlük həbs cəzası alır. Lakin ona 6 il həbs cəzası verdilər və 6 aydan sonra da azadlığa çıxdı. Yəni dedim, bunu da xatırlayasınız. Natalya Sadıqova deyir ki, bizim izləyicimiz yazıb ki, mən prezident administrasiyasına getmişdim qanunsuz həbslərlə bağlı, oğlum 3-də 2-si ilə bağlı qəbulda oldum. Məni Kəmalə xanım qəbul etdi və oğlumun işi onun masası üzərində idi. Dərhal mənə sual verdi. Oğlunuz dindardı? Dedim, bəli. Amma maddəsi o deyil. Dedim ki, yox, onlar etdikləri paylaşıma görə həbs ediliblər. Yox, Kəmalə xanım mənə dedi ki, prezident administrasiyasının əməkdaşı Kəmalə xanım mənə dedi ki, sizin oğlunuz etdiyi paylaşıma görə həbs olunub. Və deyir, mən dedim ona ki, bəs deyirsiniz, ölkədə siyasi məhbus yoxdur. Paylaşıma görə həbs olunubsa, demək siyasi məhbusdur. Deyir, dilşaşaq sözün düzün deyə. Onu da deyim ki, Natalya Sadıqova deməli, siyasi məhbus, narkotik dahiminə şəhərlənib həbs olunan dindar qardaşımız Ələkbər Sadıqovun anasıdır. Ələkbər Sadıqov heç bir günahı olmadığı halda şəhərlənib, həbs edilib və hazırda həbs cəzasını çəkir. Sonra Aygün Hümmətova deyir ki, gündə bir nəfəri şəhərlənirlər və hər gündə məhkəmə olur. Aygün Hümmətovanın həyat yoldaşı uşaq pulunu tələb etdiyinə görə şəhərlənib, həbs edilib. Aygün Hümmətov bilirsiniz ki, siyasi məhbusdur. İlhamə Mehmanlı deməli yazıb. İlhamə Mehmanlı bizim gözəl jurnalistimiz Ülviyə xanımın deməli, Ülviyə Əlinin deməli anasıdır. Bilirsiniz ki, Ülviyə xanım da şəhərlənib, həbs olunub. O yazıb ki, özləri qurduğu şou senariyə özləri də tamaşaçıdırlar. Qollarındakı qandalları da vəkillərin çox israrından sonra asırlar və ya açmırlar. Bəli, elədir. Həqiqətən də elədir. Bu çox ürək ağrıdıcıdır. Mən demirəm ki, dünya izləyir bu günləri, ermənilər orada qolu qandallı otursunlar və ya onlara suda verilməsin. Mən bunu demirəm, çünki bu biraz yaxşı çıxmaz. Yəni, bəli, bizim siyasi imicimizə, dünyadakı imicimizə zərbə olar, yaxşı olmaz, amma eyni zamanda da öz məhbuslarımıza qarşı da, vətəndaşlarımıza qarşı da bir balaca belə hörmətlə rəftar eləsələr çox yaxşı olar. Nigar Vəkilova yazıb ki, Azərbaycanda məhkəmə sistemi biabırçı gündədir, gəncləri məhv edirlər, öz uşaqları dələduz, xuliqan, tərbiyəsizdir, minhoqqadan çıxırlar. Və İlhamə Mehmanı deyir ki, ölkədə siyasi məhbus yoxdur deyənlər trollardır. Yeri gəlmişkən, mən elə Natalya Sadıqovanın oğlu Ələkbər Sadıqovdan danışdım. Mən bayaq dedim ki, əslində bu deməli, canlı yayımı ona görə açdım ki, canlı yayımda ona görə danışmaq istədim ki, bəs prezident deyir ki, ölkədən insanları iyrəndirməyin. Ona görə də üzümü tuturam ölkə başçısına və ondan çox-çox xahiş edirəm, hərdən bir vaxt olanda bəzi məhkəmə işlərində bir vərəqləsin və görsün ki, orada necə böyük biabırçılıqlar olur. Ələkbər Sadıqovun, deməli bu məhkəmə işidir. Abşeron rayon məhkəməsində 2023-cü ildə, deməli, 2023-cü ildə bu Abşeron rayon məhkəməsinin qərarıdır. Sizə oxuyuram, diqqətlə dinləyin, görün nə yazıb. Yazıb ki, deməli, müstəntiq Əkbərov Zaur Zahidoğludur. Yazıb ki,
Sadıqov Ələkbər İsrafiloğlu 28 mart 2022-ci il tarixində, diqqətlə qulaq asın, 2022-ci il 28 deməli mart tarixində Abşeron rayonu Masazır qəsəbəsində deməli yerləşən qəbristanlıqda, o qəbristanlıq və onların elə evlərinin üz-üzədir. İstentaqa məlum olmayan mənbədən və sizə onu da deyim ki, dostlar, deməli, mən yüzlərlə məhkəmədə iştirak etdim. Narkotik ittihamla şərlənib həbs edilib. Bilirsiniz ki, şiə dindarlar Azərbaycanda 2022-ci ildən başlayaraq kütləvi şəkildə narkotik ittihamla şərlənib həbs olundular. Və mən o məhkəmələrdə iştirak edəndə nəyin şahidi oldum? Hamısında yazılıblar. Məlum olmayan mənbədən və ya qəbristanlıqdan tapdı və ya adı məlum olmayan İran vətəndaşından tapıldı. Azərbaycanda bu günləri şəhərdə hər tərəf şükür Allaha kameradır. Bəs sən necə istintaq aparmısan ki, o İran vətəndaşını təyin edə bilməmsən ki, kimdir? Bəlkə o İran vətəndaşı gətirib bura bomba qoyacaq. Axtarın, tapın da. İstintaqa məlum olmayan vətəndaş. Bu necə ola bilər ki, istintaqa məlum olun? Və istintaq nə işlə məşğul olub ki? Geçsin, araşdırsın, tapsın da. İstintaqa məlum olmayan mənbədən qəbristanlıqdan. Qəbristanlıq da istintaqa məlum deyil. Deyir ki, 2022-ci ildə, deməli, 2022-ci ilin 28 martında qəbristanlıqdan satış məqsədi olmadan şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, fikir verin ha, 5,788 qram kustaj üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib. Yəni qəbristanlıqdan qanunsuz olaraq əldə edib. Qəbristanlıqda qanunla da paylanırmış, bu qanunsuz əldə edib. Əynində olan mavi rəngli cins şalvarını sağ yan cibinə qoyub. Əgər mənə inanmasanız, özünüz bax, Azərbaycan ovuc işi boyda yerdir də, hamı da bir-birini tanıyır. Yəqin hamının ətrafında narkotik ittihamla şərlənib həbs olunan dindarlardan var. Və siz onların ittiham haqqını götürün, 1 nəfərin, 2 nəfərin, 3 nəfərin, 10 nəfərin, 20 nəfərin hamısında eyni söz yazılıb. Göy cins şalvarın sağ yan cibi. Bəlkə biri sola xaydı, sol cibinə qoyacaq, heç yan cibinə qoymayacaq. Bu nə düşüncəsizlikdir, bu nə çox bəsit, belə çox mənasız. Deməli, məhkəmədə bir dəfə siyasi məhbus İsfəndiyar Məmmədov sual verdi ki, cənab hakim, siz də fikir verməmsiniz ki, bax, bütün hamının ittiham haqqında yazılır ki, göy cins şalvarı sağ yan cibinə qoydu. Məsələn, mən göy cins şalvarım yoxdur, amma məndə də elə yazılmışdı. Və Natalya Sadıqova deyir ki, mənim oğlumun da göy cins şalvarı yox idi, qara şalvar idi, amma yazmışlar ki, göy cins şalvarı. Deməli, hamıya bu nəyi göstərir? Mən sizə deyim. Bu standart hazır yazılıb və hamıya bir dənə orada ad familiya dəyişilib. Bir də filan kəs filan ünvanda yaşayır, bu dəyişilib. Hamıda standart qoyublar hazır. Gələni elə bir dənə peşat vurub veriblər əlinə ki, bura imza atmasın, sənin anonu gətirəcəyəm bura. İmza atmasın, aparıb evə narkotik qoyacağım. İmza atmasın, gətirib səni dövlətə xəyanət maddəsi qoyacağım. Yəni, bax, belə biabırsılıqlar olur. Deməli, deyir ki, 2022-ci ilin deməli, 28 martında Ələkbər Sadıqov bu Abşeron rayon məhkəməsinin qərarıdır. Siz də baxın buna, zəhmət olmasa, baxın. Abşeron rayon məhkəməsinin qərarıdır, baxın. Deməli, deyir ki, 2022-ci ilin 28 martında qəbristanlıqdan qanunsuz olaraq tapdı qoydu cibinə və göy cins şalvarın sağ yan cibinə və fikir verin. Deyir ki, qoydu cibinə özü ilə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə üzərində daşıyaraq saxlamış, 2022-ci ildən martın sonlarından üzərində daşıyaraq saxlayıb və 1 aprel 2023-cü il tarixdə saat 14 radələrində siz fikir verin. Adam 2022-ci ildə yerdən narkotiki tapır qoyur cibinə və 2023-cü ilə, yəni 1 il 1 ay ərzində bu adam əlin bir dəfə şalvarın cibinə atıb baxmayıb, yəni bunun cibində nə var? Yəni bir dəfə bu adamın şalvarı yuyulmayıb, yəni bir dəfə bunu maşına atıb yumayıblar, yəni təbii ki, paltar yuyulanda onun ciblərini təmizləyib yuyurlar da. Yəni, bu nə məntiqsizlikdir? Doğrudan burada bir məntiq yoxdur. Yəni, bunu yazan adamın ümumiyyətlə təfəkkürü yoxdur. Ya mağarada yaşayıb, ya da ki, necə deyim, ola bilsin ki, başqa planetdə yaşayır bu. Ya da ola bilsin ki, bu adamın özünü də şalvarı giyir, 1 ildən sonra yuyur, 1 ildən sonra ciblərini təmizləyir. Ola bilsin belədir. Və ortaya
başqa bir fikir çıxır. Bir insan bir ilin ərzində yerdən tapdığı, deməli ki, o narkotik maddəni bir ilin ərzində istifadə etməyibsə, elə cibində qalıbsa, bu o deməkdir ki, bu adam ümumiyyətlə narkotikdən istifadə etmir. Bu o deməkdir ki, bu adamın narkotika marağı yoxdur. Nə narkotik alan deyil, nə də satan deyil. Yəni bir ilin ərzində bunun cibində qalıbsa, heç bir əhəmiyyət verməyibsə buna, bu o deməkdir ki, bu buna əhəmiyyət vermir də, yəni ki, bir ildir bundan nə istifadə eləməyib, istifadə eləsə bir adamın cibində bir il heroin qalar və ya satsa bir ilin ərzində niyə cibində qalır ki? Mən üzümü tuturam dövlət başçısına və deyirəm ki, and olsun Allaha, and olsun bütün müqəddəslərə, bunu yazan müstəntiq, bizi yox, xalqı yox, Ələkbəri yox, Natalya xanımı yox və ya digər müstəntiqlər, digər bu şəkildə yazan müstəntiqlər və buna hökm oxuyan hakimlər bizi yox, sizi doluyurlar, cənab prezident. Sizi lağa qoyurlar, cənab prezident. Sizi saymırlar. Çünki düşünürlər ki, heç vaxt prezident xalqla maraqlanmayacaq, narahat olmayacaq, bir gün bu əlinə keçməyəcək, bunu oxumayacaq. Biz gedirik prezident aparatına, orada bizə deyirlər ki, deməli mən axırıncı prezident aparatına gedəndə mənə dedilər ki, bura gəlmə, bu işlə biz məşğul olmuruq, bunu yuxarılar bilirlər. Dedim, Azərbaycanda Allahdan aşağı prezidentdən yuxarı kim var ki? Prezidentdən, yaxşı, mən gəlmişəm prezidentin aparatına, deyirsiniz ki, biz baxmırıq, bizdən yuxarı baxar. Prezident aparatından yuxarı kim var ki? Netanyahu var, kim var? Kim var? Deyin, biz də bilək, onun üstünə gedək. Gedirsən, idarəyə şikayət edirsən, deyirlər ki, ittiham haqqında oturur. Yox, vaxtımız yoxdur, çox o qədər danışma, o qədər dinləmək. Mən 208 aydır mən həyat yoldaşım şərlənib həbs olunub. 208 aydır mən əziyyət çəkirəm. 208 aydır mən və mənim həyat bir nəfər həbs edəndə, mən həmişə bu sözü demişəm və yenə də deyirəm, bir nəfər həbs edəndə bir nəfər məhbus olmur. Bütün ailə darmadağın olur. Bütün ailə darmadağın olur. Axırıncı dəfə həyat yoldaşımın yanına gedəndə yağışın altında islandım və mən bir həftədə xəstə yatıram. Bu o deməkdir ki, hamımız sağlamlığımızla vidalaşmışıq, hamımız, hər şey darmadağın olub həyatımızda. Yəni bir nəfər həbs olunmuyor. Bu günləri Azərbaycanda, Avropa ölkələri arasında Azərbaycan siyasi məhbus sayına görə birinci yerləri tutur və ümumi əhali başına düşən deməli məhbus sayına görə Azərbaycan bu günlər ümumi məhbus sayına, əhali sayına düşən məhbus sayına görə Azərbaycan Avropada Türkiyədən sonra ikinci yerdədir. Bu o deməkdir ki, bu xalq başdan ayağa hamısı darmadağındır. Natalya xanım yazır ki, Ələkbər Sadıqova bu anormal deməli ittihamı yazan müstəntiqin vəzifəsi böyüyüb, vəzifəsi artırılıb. Bəli, bizim deməli bu şia dindarların, ümumiyyətlə digər siyasi məhbusların da işində şərlə, böhtanla məşğul olan bütün hamının, istər hakim olsun, istər orada üzə duran yalancı şahid qismində iştirak edən polislər olsun, istər müstəntiqlər olsun, hamısının, istər o nədir, dövlətin özünün təyin etdiyi vəkillər olsun, hamısı irəli çəkildi, hamısına xüsusi mükafatlar verildi. Bu nə idi ki, bunu kim deyir ki, bunun arxasında kim dayanıb ki? Əgər həqiqətən də bundan prezidentin xəbəri yoxdursa və bunun arxasında kim dayanıb? Yəqin ki, mənə elə gəlir ki, bunun arxasında prezident dayanmır. Çünki o, əgər bunun arxasında dayansaydı və bundan xəbər olsaydı, deməzdi ki, xalqı bu dərəcədə iyrəndirməyin. Hələ o, çox az şeylər görüb onları deyir. Təsəvvür edin ki, əsl baş verənlərin hamısını görsə, ümumiyyətlə, özü də iyrənib qaçar bu ölkədə. Və daha gülməli bir məhkəmə, mən bu barədə danışmışam və yenə də sizə danışıram. Bu da çox gülməli əslində. Neftçalada bir polis rəisi vardı, Vüsal Şərbəndəyev. Onu deməli Neftçalada hamını şərlədi, həbs elədi. Ondan sonra onu göndərdilər, desən Cəllabada, yoxsa bilmirəm hansı rayona göndərdilər. Deməli o Vüsal Neftçalanı darmadağın elədi. Orada bir dindar vardı. Məmmədli Azərbaycanda İslam Universitetini bitirmişdi. Qumda oxumamışdı, İranda da oxumamışdı. Bəziləri deyirlər ki, bəzi trollar deyirlər ki, yaxşı eləyib dindarları tutdular, onlar İranda oxuyanları yaxşı eləyib tutdular. Ramil Məmmədli İranda oxumamışdı. Azərbaycanda İslam Universitetinin İlahiyyat Fakültəsini bitirmişdi və deməli, bilirsiniz ki, 2-ci Qarabağ Savaşında Azərbaycan xeyli şəhid verdi. Allah şəhidlərimizin hamısına rəhmət etsin, ruhları şad olsun. Hər gün şəhidlər gəlirdi və bəzi rayonlarda, eyni zamanda da Neftçalada polis rəisi deməli o vaxt göstəriş verib ki, şəhidləri gecə yarı
fənər işığında dəfn edin. Çünki şəhidlər çox gəlir və adamlar da gəlib orada iştirak edirlər. Daha çox da dindarlar iştirak edirlər. Allah Əkbər deyirlər, ya Hüseyn deyirlər. Və izdiham yaranır. Bu izdiham olmasın. Deməli ki, şəhid ailəsi övladını itirib, əzizini itirib. Onun bircə dənə təsəllisi odur ki, böyük izdihamla xalq hamısı gəldi bunun dərdinə şərik oldu. İnsan həm sevincini, həm dərdini paylaşanda, yəni ki, yüngülləşir. Yəni bunu da onlara çox görürmüşlər. Xülasə Ramil Məmmədliyə yaxınlaşıb sahə müvəkkili deyib ki, sən burada uca səslə Allah Əkbər deyirsən, ya Hüseyn deyirsən, sən burada dini şüar səsləndirsən və sən Ramil Məmmədli harada işdirmiş ki, şəhid dəfni var, gedib iştirak edilmiş. Bu vətəndaş kimi özünə bunu borc bilirmiş. Əslində bu belə də olmalıdır. Və ona deyib ki, sən çox aktivsən, qoy bu müharibə bitsin, mən sənə ağıllandıracam, sənə başa salacam. Xülasə, Ramil Məmmədlini tutublar və onun ittiham haqqında nə yazırlar? Ramil Məmmədlini niyə görə tutublar? Çox gülüncdür, çox biabırçıdır. Həqiqətən də insan düşünəndə ki, mən belə bir ölkədə yaşayıram və bu 21-ci əsrdir və bizim prezidentimiz deyir ki, biz regionun ən güclü ölkəsi, ən güclü dövləti, yəni həqiqətən də Azərbaycanda yaşayan hər bir insan istəyər ki, bizim dövlətimiz dünyanın ən güclü dövləti olsun. Və bizim çabamız da, bizim əziyyətimiz də bundan ötürüdür ki, bu ölkə həqiqətən də güclü olsun. Amma yenə də deyirəm, Heydər Əliyevin o sözü vardı ki, hər bir güclü ölkənin dayağı onun güclü, ədalətli məhkəmə sisteminin üzərində qurulur. Bizim də narahat olduğumuz, bizim də niyyətimiz odur ki, Azərbaycanda həqiqətən də ədalətli məhkəmə sistemi olsun. Deməli, Neftçala sakini Ramil Məmmədlini tutublar, şərləyiblər və ona bir ittiham haqqı yazıblar. İttiham haqqında yazılıb ki, deməli, deyir, Ramil Məmmədli gəlmişdi, deyir, heyvanların otarırdı, deməli, nədir bu, inəklərin otarırdı və o deyir, gördü ki, inək gövşüyür. İnək deyir, gövşüyəndə gəlib yaxınlaşır, gəlir görür ki, inəyin ağzını açır və inəyin ağzını açır, baxır ki, inəyin ağzında narkotik var. Bir ədəd hükümdə 212 qram heroin deməli ondan tapıb götürüblər. Görüb ki, inək otlayır, inək ağzı gövşüyür. Mən sizə bir şey deyim, mən özüm də kətdə böyümüşəm. Yəni, kətdə böyüyən bir adam, yəni kətdə heyvan otaran bir adam heç vaxt inəyin köfşəməyinə məhtəl qalıb, yəni ki, gəlib onun ağzını açmaz. Çünki inəyin qaydası köfşəməkdir, inəyin mədəsi yoxdur, qarnı var deyə. O yiyir, sonra da qoyun kimi də, yəni yiyir, sonra da başlayır yediyin, gətirib ağzında kəfşəyib, sonradan udur. Yəni, inək otarırsansa, bu inək durub mayallıq açmayacaq ki, bu inək durub, nə bilim, qəzet oxumayacaq ki, təbii ki, inək köfşəyəcək də. Bunu niyə görə bunu narahat edib ki, gedib bunun ağzını açıb, özü də ki, heç ümumiyyətlə inəyin ağzını açmaq da mümkündür. Ağzını açıb və baxıb görüb orada 200 qram heroin var. Götürüb heroini qoyub cibinə. Və salam şu, tamam, bitdi. Götürüb heroini qoyub cibinə. Cinayət yoxdur burada. Cinayət əməli yoxdur. Bu heroini aparıb, satıb, kiməsə verib yoxdur. Sadəcə olaraq cibinə qoyub. Bəlkə aparıb zibil qabına atacaqdır. Eyni zamanda və buna görə onu deməli 6 il müddətin azadlıqdan məhrum eləmişdilər. Mənim həyat yoldaşım Bəxtiyar Babaşovun deməli ittiham aktıdır bu. Nərmanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov. Bax. Deyir, təxminən bir neçə aydır ki, narkotik vasitə olan heroindən istifadə edir. Bunu ittiham haqqında yazıblar. Və bunu yazandan sonra da bunun deməli ekspertiza olunub, bunun qanundan da narkotik çıxmayıb. Yəni orada da yazılır ki, narkotik istifadəçisi deyil. Amma burada yazılır ki, bir iki aymış narkotik istifadə edirmiş. Deməli, özlərinin yazdıqları sənədləri bir-birinə ziddiyyət təşkil edir. Və deyir, bunu ona heç kim təhrik etməsə də narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır ki, bu da mümkün deyil. İnsan tanımadığı adamdan nəyəsə necə ala bilər ki? Yəni, ən azından sən bununla bir əlaqə saxlamalısan, əlaqə saxlamaqdan ötürü də hər hansı ya telefon danışığı olmalıdır arada, ya üz-üzə gəlməlisən, bu da yoxdur. Və deyir, 2023-cü il, deməli, saat 12 radələrində yaşadığı evin yaxınlığında gəzən zaman yerdə şəffaf rəngli bağlama onun diqqətini çəkmişdir. Həmin bağlamada narkotik vasitə olan heroin olmasını fikirləşdiyi üçün bağlamanı götürmüş və cibinə qoymuşdur. Binanın kənarına çəkilərək bağlamanı açmışdır.
Bağlamanın içərisində həqiqətən də narkotik vasitə olan heroin olmuşdur. Deməli, bayaq yerdən götürəndə heroin imiş, təzədən asansör yox, həqiqətən heroin imiş. Həmin heroini idman şalvarının sağ yan cibinə qoyub, şükür Allah bizimki cins olmayıb, sağ yan. Əslində elə bizimki həmişə cins giyirdi. Yox, buna yazıb idman şalvarı. Burada nəsə biraz bunun fantaziyası güclü olub. Həmin heroini idman şalvarının sağ yan cibinə qoymuşdur ki, istifadə edər. Fikir verin siz. İstifadə etdi və apardı, satdı, yoxdur ha. Şalvarını sağ yan cibinə qoyub ki, mən nə vaxtsa bunu götürüb istifadə edərəm. Buna görə adama 4 il həbs cəzası verərlər. Və deyir ki, indi hələ dəhşətlisi bundan sonradır. Deyir ki, həmin günü, deməli, həmin günü saat 14 radələrində yaşadığı Nəsimi rayonu 20 küçəsində deməli, 2 mülki geyinmiş şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, nəsə onu tutub aparıblar. Siz fikir verin. Bəxtiyar saat 12-də narkotik tapıb cibinə qoyub və fikirləşib evin böyründə ki, mən bunu nə vaxtsa çəkərəm. Nərimanov polisi də deməli, oradan durbinlə baxırmış ki, Bəxtiyar narkotiki yerdən götürdü, qoydu cibinə. İndi gedək biz onu tutaq. 12-də Bəxtiyar narkotiki tapıb, 2 saatdan sonra Nərimanov polisi gəlib bunu götürüb aparıb. Belə çıxır ki, elə narkotik ora Nərimanov polis idarəsinin əməkdaşları qoymuş da. Yəni, belə çıxır da. Bu ölkədə bu qədər əhali var. 2 saatın ərzində bunu necə siz təyin edə bildiniz ki, bu adam yerdən narkotik tapıb? Hər hansı bir kamera görüntüsündən bildiniz. Onda kamera görüntüsünü gətirib məhkəmədə ortaya qoyardınız. Və yalana baxın ki, Bəxtiyar evin qabağından tutulmayıb, Şamaxın qədəki yerüstü keçidi girərkən tutulub. Bilirsiniz, məsələ nədir? Yəni, əslində, məsələ odur ki, bu ölkənin insanları, bu ölkənin vətəndaşları sahibsizdir. Hərdən bir prezident xəbər tutur ki, həqiqətən də bu vətəndaşlar çox sahibsiz qalıb. Çox sahibsizdirlər də. Öz-özünə məhtəl qalır ki, bu məmurlar niyə belə işləyirlər? Lap iyrəndirirlər ölkədən adamı. Onda durub deyir ki, iyrəndirməyin də adamları bu ölkədən də. Yəni siz, cənab prezident, bizim yerimizə olsanız niyə eləyərsiniz? Yəni bir çağırın, soruşun. Bax, bu müstəntiqdən bir çağırın, soruşun ki, ay müstəntiq, bu nədir yazmışsan ağzına gələni giz-giz? Nədir bu yazmışsan? Burada məntiq yoxdur. Burada məntiq yoxdur. Bu adam bunu istifadə etməyib. İstifadə etmədiyi halda bu adama niyə görə 4 il həbs cəzası vermişsiniz? Və məhkəmə necə keçirildi? Heç bir vəsatət təmin olunmadı. Heç bir vəsatət təmin olunmadı. Təbii, Azərbaycanın bir müddət adı beynəlxalq hesabatlarda narkotik ticarətində tranzit ölkə kimi hallanırdı. Buna görə də durub şiə dindarları kütləvi şəkildə həbs edib, onların üstə qara yaxmaqla bundan xilas olmaq olmur. Nə də Azərbaycanda narkomaniyanın kökün bundan kəsmək olmur. Yəqin siz o Nailin verilişlərinə baxdınız da, indi də baxırsınız da, küçədə adamlar deyirlər ki, bütün günü burada açıq aydın satış gedir. Amma heç ki olaraq dəyib toxunan yoxdur. Ona görə də Azərbaycanda narkomaniya inkişaf edir. Günü-gündən artır və bizim gənclərimizi, bizim insanlarımızı məhv edir, ağuşuna alır. Artıq qadınlar da, uşaqlar da qurşanıblar buna. Çünki Azərbaycanda narkomaniya qarşı mübarizə aparılmır. Azərbaycanda insanlığa qarşı mübarizə aparılır. Azərbaycanda bu günləri bir dənə mübarizə var insanlığa qarşı. Bəzən deyirlər ki, Azərbaycanda sırf şiələrə qarşı zorakılıq var, şiələrə qarşı təzyiq var, bəsqi var. Mən bu fikirdən heç vaxt razı olmamışam. Yəni, heç vaxt razı olmayacam. Çünki Azərbaycanda insanlığa qarşı mübarizə var, insanlığa qarşı haqsızlıq var, insanlığa qarşı zorakılıq var. Burada şiə-sünni söhbəti getmir, burada şiə-vəhabi söhbəti getmir. Azərbaycanda insanlara qarşı haqsızlıq var, zorakılıq var. Bu günləri Azərbaycanda o haqqı tapdanan insanların arxasında dayanıb, onların haqq səsini çatdıran, ictimailəşdirən jurnalistlərin hamısı şərlənib həbs olunublar. Və bütün dünyada bilir ki, o insanlar şərlənib həbs olunublar. Hansı ki, onlar gedib şikayətçiləri çəkirdilər, dövlət idarələrinin qarşısında özün yandırmaq istəyən, dərdin deyən o qazilərimizi çəkirdilər. O rayonlardan gəlib, oradan ora idarələrin qabağından qovulan, elədən belə qovulan vətəndaşları çəkirdilər, onların haqq səsini çatdırırdılar. Yəni bunlar var idi. O
onların o tutub həbs etməklə, onların o vətəndaşların haqq səsini boğmaq mümkün olmayacaq. Yəni, bu mümkün deyil. Salə Mövlamova yazıb ki, Mövlanova, belə çıxır, yox, elə belədir. Dövrədən çıxan avro evdən çıxa bilir, cibdən narkotik çıxa bilməz ki. Salə Mövlamova, onu da deyim ki, bizim jurnalist Fatimə Mövlanının anasıdır. Bilirsiniz ki, Fatimə Mövlanını da şərləyib həbs ediblər və bizim o şərlənib həbs olunan jurnalistlərimizdəndir. Mənim həmkarlarımdandır. Allah hamısının qapısını açsın və bu yaxınlarda mənim bir video qarşıma çıxdı. Gördüm orada şikayətə gələn vətəndaşlar deyirlər ki, zəng eləyin, gəlib Meydan TV çəksin, zəng eləyin, azadlığa gəlib çəksin. Mənə belə qəribə gəldi. Yəni, insanlar necə arxaindirlər, insanlar necə güvənirlər və o güvən hissini, o arxain olmanı insanlar heç vaxt itirməyəcəklər. Nigar Vəkilova yazıb ki, baş narkotiklərlə mübarizə idarəsinin polisi Şirəli Babayev illərdir yıxmadığı ev qalmayıb. Şirəli oğluna bahalı Mercedes maşını alıb qoyub altına ki, gənclərin arasına və gəncləri isə şərləyib həbs edir. Mən bunu faktlarla deyiləm, bu yaxında efirdə də hər şeyi deyəcəyəm, açıqlayacağım. Mən bildiyimə görə Nigar xanımın da övladı həbs edilib. Məhdi Ağayev, deməli, siyasi məhbus Ruslan Ağayevin deməli ailəsidir. Yazıb ki, salam bacı, mənim yoldaşımın cibinə qoyub bölməyə gedəndə o biri qardaş bir il saxlaya bilməz. Çox gülmə. Hə, o biri qardaş bir il saxlaya bilməz. Mənim yoldaşımın cibinə bölməyə gedəndə qoyub güya. Hə, belə bir şey olmuşdu ki, güya Ruslan Ağayev çağırıblar. Həqiqətən də, yadıma düşdü, mən Ruslan Ağayevin məhkəmə prosesində iştirak etmişdim. Ruslan Ağayevin deməli yazılmışdı ki, güya cibində narkotik tapılıb, hansı ki, Ruslan Ağayevi məhkəməyə, polis idarəsinə çağırmışdılar, o da durub polis idarəsinə getmişdi. Yəni, bir insan nə qədər axmaq olmalıdır ki, cibinə narkotik qoyub, durub polis idarəsinə getsin. Yəni ki, bunu insan niyə eləməlidir ki, cibində narkotik polis idarəsinə niyə getməlidir ki? Sən bilirsən ki, sən polis idarəsinə gedirsən ən azından. Və orada onu həbs eləmişdilər, aparmışdılar. Sonra Ruslan demişdi ki, ona polis idarəsində su veriblər, o özündən gedib orada və orada rəis deyib ki, bunun dozasını niyə bu qədər çox elədiniz ki? Yəni, qanında o narkotik maddələr çıxsın deyə mayenin içərisinə nəsə qoşub veriblər və özündən gedib az qala ki, ölüm həddinə çatmışdı. Ruslan Ağayev hazırda həbsdədir. Mən başqa bir məsələdən də danışmaq istəyirəm izləyicilərimə. Deməli ki, bu günləri həbsdə olan bizim xeyli günahsız insanlar var və onların bəziləri çox ciddi şəkildə xəstədirlər. Bu günləri mən deməli danışdım, Elşən Ələkbərovun anası ilə danışdım. Elşən Ələkbərov Gəncə sakinidir. Adam onkoloji xəstədir, onkoloji xəstəlikdən əziyyət çəkir, eyni zamanda tənəffüs çatışmazlığı var. Bu iki xəstəlikdən çox ağır əziyyət çəkir və ayaqlarında problem var o adamın. Yəni, oktyabr ayında da bunun 3-dəkisinin vaxtı çatıb, çünki onun birinci həbsidir və 3-dəkisi də oktyabrda deməli vaxtı çatıb. Elşən Ələkbərovun evdə bir övladı da var, serebral iflicdir, yəni dünyaya gələrsən, həkimlər onu zədələyiblər və serebral iflic olub, deyərsən 14 yaşı var. Eyni zamanda Elşən Ələkbərovun həyat yoldaşı serrozdan əziyyət çəkir, şəkərdən əziyyət çəkir, yəni ağır xəstədir. Yəni, ailə demək olar ki, çox böyük problemlərlə üz-üzə qalıb. Bilirsiniz ki, bütün dünyada həm onkoloji xəstələrə, həm şəkər xəstələrinə, bu xəstələri daşıyanlara və eyni zamanda azyaşlı xəstələrə dövlətin özünün qayğısı var, sosial layihələri var, amma Azərbaycanda belə bir şey yoxdur. Yəni, insanlar xəstəlik tapanda öz başlarına qalırlar, ailənin umuduna qalırlar, insaflı insanların umuduna qalırlar. Elşən Ələkbərov həqiqətən də çox ağır vəziyyətdədir. Yəni, onun o həm tənginəfəsliyi, boğulması, həm deməli, onkoloji xəstəlikdən əziyyət çəkməsi və onkoloji xəstəliyə görə ona verilən o dərmanların nəticəsində, kimyəvi dərmanların nəticəsində görməsini itirib, görməsi zəifləyib. Mən niyə görə bütün bunları deyirəm? Yadınızda səhər bayaq mən dedim ki, Qaçqın.com keçmiş sədri Əli Həsənovun nəvəsi 2 adamı öldürdü, 2 adamı ömürlük əlil elədi və cəmi 6 ay həbsdə yatdı. Prezident onu əfv edildi, əfv sərəncamı ilə azadlığa buraxdı. Yəni ki, sağlam da adam idi, cavan adam idi, yata da bilərdi, 6 il də çəkə bilərdi.
Amma görünür ki, o Qaçqınkomun nəvəsi olduğuna görə ona layiq bilmədilər həbsdə yatmağı. Çünki həbsxana kasıb, günahsız Azərbaycan xalqı üçün nəzərdə tutulub. Və mən təkcə Elşən Ələkbərov deyil, bu günləri narkotik ittihamından şəhərlənib həbs olunan digər bir bizim qardaşımız Nicat Cəfərov, Ağcabədi sakin Nicat Cəfərov ailəsində özündən başqa da Nicat Cəfərov ağır onkoloji xəstədir. Dəfələrlə əməliyyat olunub və yenə də onun əməliyyata ehtiyacı var. Və Nicat Cəfərovun ailəsində digər bir onkoloji xəstə də var. Yəni ailə çox böyük əziyyət çəkir, çox böyük imtahanlarla, çətinliklərlə üz-üzədir, amma bu ailəni də deməli nəzərə alınmır. Və digər bir ailə haqqında mən danışmaq istəyirəm. Narkotik ittihamı ilə şəhərlənib həbs olunan dindar Fədai Şükurovun ailəsi. Fədai Şükurov bilirsiniz ki, məhkəmə o il yarım cəza çəkəndən sonra deməli apellyasiya ilə o azadlığa çıxmışdı. Azadlığa çıxandan sonra nə fikirləşiblərsə, nə olursa təzədən onu tutub aparıb saldılar həbsə. Həbsdədir hazırda və onun evində çox ağır xəstəlikdən qulağında ağır deməli atirtdən əziyyət çəkir uşaq, oğlu desən 14 yaşı var onda. Dəfələrlə əməliyyat olmasına baxmayaraq, yəni sağalmır, yəni xəstəlik irəliləyir və uşaq anasının bildirdiyinə görə dəfələrlə əməliyyat olunub və antibiotiklərin deməli ki, uşağın orqanizminə o qədər zərər vurub ki, artıq demək olar ki, onun həyatı, uşağın qüvvəsi qalmayıb və həkimlər bir neçə əməliyyatdan sonra biliblər ki, onun qulağında xoşxassəli şiş var. Şiş də götürülüb, amma indi yenidən nələrsə yaranıb və uşağın yenə də vəziyyəti yaxşı deyil. Amma evdə, yəni bu uşaq da ata həbsdədir, haqsız yerə şəhərlənib həbs olunub. Yəni, bilirsiniz, pis olan nədir? Maşallah olsun, Azərbaycan kasıb bir ölkə deyil. Allah Taala Azərbaycana yeraltı, yerüstü o qədər sərvətlər verib ki, bizim hər şeyimiz var, neftimiz var, qazımız var, kükürdümüz var, qızılımız var, gümüşümüz var, nə bilim, civəmiz var, yodumuz var. Yəni, Azərbaycanda yeraltı, yerüstü, demək olar ki, Azərbaycan bir xəzinədir, dolu bir xəzinə. Və o xəzinənin üstündə, deməli, oturan xalq əziyyət çəkir. Çox böyük əziyyət çəkir. Haqsız yerə şərlənir, həbs olunur, haqsız yerə həbsə salınır, haqsız yerə əziyyət çəkir və ailələrin başı qarışır illərlə məhkəmə, zindan yollarında əziyyət çəkməyə. Narkotik ittihamı ilə şəhərlənib həbs edilən Tural Vəliyevin anası bu yaxınlarda oğlu həbs olunandan sonra o deməli gərginlikdən, əsəbdən onkoloji xəstəlik tapdı və tez bir zamanda dünyasını dəyişdi. Allah ona rəhmət eləsin. Eyni zamanda digər bir qardaşımız Məftun Nağıyevin anası Xədicə bacı deməli gərginlikdən, əsəbdən onkoloji xəstəlik tapdı və dünyasını dəyişdi. Və bu günlər Tural Vəliyevin xanımı da onkoloji xəstəlikdən əziyyət çəkir. Yəni ailə həm türmə yollarında, həm belə bir ağır xəstəliklə üz-üzə və məhbus ailələrinə dövlətin heç bir maddi yardımı yoxdur, nə azyaşlı uşaqlara, nə ailələrdə olan xəstələrə, nə də ümumiyyətlə Azərbaycandakı onkoloji xəstələrə. Və bilirsiniz ki, Azərbaycanda bu günləri onkoloji xəstəliklər günü-gündən çox sürətlə artır. Bir nəfər messengerə mənə yazıb ki, hazırda həbsdə olan dindar xanımların aclıq aksiyası etdiyi haqqında danışılır. Mən bu günləri həbsdə olan dindar xanımlardan ikisinin ailəsi ilə əlaqə saxladım. Bu 2 nəfər mənə dedi ki, yəni onlar aclıq eləmir, 6 nəfər həbsdə dindar qadın var, onlardan 4 nəfəri aclıq aksiyası eləyir. 2 nəfər isə bu aksiyaya qoşulmayıb. Və onlar kamera şəraitində deməli təcrid olunmayıblar hələ ki, yəni bunu onlar özləri istəməyiblər. Bilirsiniz ki, adətən aclıq aksiyasına başlayanda təcrid olunurlar və kamerada tək qalırlar, amma bunlar təcrid olunmağa istəməyiblər. Yəni. Dindar xanımların aclıq aksiyasının səbəbi də onların haqsız yerə şəhərlənib həbs olunması və bilirsiniz ki, noyabrın 8-də Xəzər rayon məhkəməsində bu İmam İhsanı payladığına görə həbs edilən qadınların məhkəməsi keçirildi və onların istintaq müddəti 2 ay müddətinə uzadıldı. Onlar da o istintaq müddətinin uzadılmasına, həbsdə saxlanmalarına etiraz ediblər və deyiblər ki, ümumiyyətlə
bizim işimizlə bağlı hər hansı bir istintaq prosesi aparılmır, bir-iki dəfə dindiriblər və salam. Yəni hazırda istintaq prosesi demək olar ki, aparılmır. Və ona görə də yəni azal aksiyaların səbəbi yəni budur. Məhdi Ağayev yazıb ki, qışın gəlməyini heç istəmirəm. O suyun altında, türmə qapısında çəkdiyim əziyyətli heç vaxt halal etmərəm bu zalımlara. Əlbəttə, bu bizim ən yaralı yerimizdir. Yəni, elə bir məhbus ailəsi yoxdur ki, onun bu cür bir travması olmasın, onun bu cür bir acı xatirəsi olmasın. Çünki həqiqətən də bu məhkəmələrin, bu həbsxanaların qarşısında, qapısında, yayın istisində, qışın soyuğunda, o yağışın altında, qarın altında, günün altında saatlarla gözləmək, əziyyət çəkmək çox ağırdır. Azərbaycanda ermənilər mühakimə olunur. Bir gündə 200 Azərbaycanlı öldürən və 30 ildən çox bir müddətdə Azərbaycanın kəndlərini darmadağın edən, Xocalı əsirlərinə ağla sığmaz işgəncələri verən, Azərbaycanda deməli, kəndləri yerlə yeksan eləyən Rəşad Belqaryana 15 il həbs cəzası verildi Azərbaycan məhkəməsində və təsəvvür edin ki, deputat Fazıl Mustafaya bir güllə atan adama isə ömürlük həbs cəzası verildi. Bu, o deməkdir ki, yəni deputat olduğuna görə Fazıl Mustafa minlərlə Azərbaycanlıdan daha dəyərlidir bu iqtidar üçün. Bu çox azğınacaqlı bir vəziyyətdir. Bu onu göstərir ki, Azərbaycanda həqiqətən də insan haqları ayaq altındadır. Söz, fikir, ifadə azadlığı məhv edilir. Bir ölkənin inkişafı onun demokratik prinsiplərə qoyduğu dəyərdən, hörmətdən başlayır. Yəni, o ölkələrdə inkişaf prosesi daha sürətli, daha istənilən şəkildə gedir ki, orada demokratik prinsiplər qorunur, demokratik prinsiplər üstün tutulur. Niyyətimiz bu ölkədə kimsə ağzını açıb haqqı tələb edəndə, haqqı deyəndə deyirlər ki, filan ölkənin casusudur, filan ölkəyə işdir, filan ölkəyə işdir. Mənim həyat yoldaşımın üzünə duran yalancı şahid qismində ifadə verən Nərimanov rayon polis idarəsinin narkomaniya qarşı mübarizə bölməsinin əməkdaşı vardı, Vüsal Həsənli. Deməli, geyib, keçinib, bahalı paltarları, gəlib, oturub orada. Baxırsan ki, bu başdan ayağa brend geyinib. İndi polis səndə, sən brend geyməsən, nə olub ki, sən ulduz zat deyirsən, kino ulduzu deyirsən ki, brend geymirsən. Gəlib, orada güya ki, ifadə verməyə gəlib, belə-belə də özünü yırğalayır belə-belə və vəkilimizə üstünə acıqlanır. Axır, hakim ona dedi ki, özü yaxşı yapar və suallara cavab ver. Vüsal Həsənli vəzifəsinin bundan sonra rütbəsini böyütdülər. Mənim həyat yoldaşımın üzünə durub yalançı şahidlik elədiyinə görə, onu oğurlayıb aparıb gizlədib 2 gündən sonra biz onu tapmışdıq. Və bütün bunlara görə o cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki o bir vətəndaşı oğurlayıb və yalançı şahidlik edir. Bunun hər ikisi Azərbaycanda cinayət məsuliyyəti daşıyır da, yəni hər ikisi cinayətdir. Amma buna görə onun vəzifəsini böyütdülər. Və bu günləri Vüsal belə bir yalançılıq elədiyinə görə, adam oğurladığına görə daha yaxşı yaşayır. Övladlarına daha yaxşı həyat bəxş edə bilir, daha yaxşı övladları yeyir, içir, daha yaxşı geyinir, özü daha yaxşı geyinir. Yəqin ki, o yayda biz günün qabağında məhkəmənin zindanın qarşısında dayanıb saatlarla növbə gözləyəndə, yağışın altında gözləyəndə, yəqin ki, o haradasa istirahət edirdi ailəsinin uşağı ilə. Bu niyə görə belə olmalıdır ki? Hamımız bu ölkənin vətəndaşıyıqsa, bu niyə olmalıdır ki belə? Vətəndaşlar niyə görə üz-üzə gəlməlidirlər ki? Ona görə ki, ölkədə qanunlar şah deyil. O ölkələr inkişaf edirlər ki, o ölkələrdə insani dəyərlər üstün olur ki, orada qanun şah olur. Azərbaycanda isə qanun şah deyil. Azərbaycanda o qədim bir Əfqan atalar sözü var, deyir ki, qanunlar deyir su kimidir. Həmişə deyir kasıb xalqın üzərinə, həmişə yuxarıdan aşağı axır, kasıb xalqın üzərinə axır. Heç vaxt üzü yuxarı axmır. Yəni, mən yenə də deyirəm ki, bizim niyyətimiz odur ki, bu ölkə daha yaxşı inkişaf eləsin. Biz daha yaxşı yaşayaq. Yəni, bu günlər biz daha yaxşı yaşamırıq, daha pis yaşayırıq. Mən bayaq dediyim kimi, bu ölkə yerüstü, yeraltı sərvətlərlə zəngindir. Amma bu günləri baxın, ölkənin demək olar ki, böyük bir qismi ölkədən çıxıb qaçır. Haradasa gedib ya xaricdə fəhləlik eləsin, ya gedib haradasa küçə süpürsün ki, özünə bir gün ağlasın. Böyük bir qismi zindanlarda zülüm çəkir. Və ancaq bir ovuc adam da 35 ildən, 40 ildən sonra xəbər tuturlar ki, burada bir filankəs varmış, vəzifədə işləyirmiş, amma sən demə bunun nə qədər var dövlət yığılmış özünə. 30 ildən sonra niyə xəbər tuturlar ki, bunlar? Mən onu anlaya bilmirəm. Məsələn, o günləri görürəm, bizdə o Hacıqabuldan bir nəfər gəlir,
Şamaxınkada oturub ördək satır, toyuq satır. Polis gəlib durub başının üstündə deyir ki, bu toyuqdan 6 dənəsini apar qoy maşına. 5 dənə 6 dənə toyuq gətirib satmaq, onun da 6-sını polis götürüb aparır. Necə olur ki, Hacıqabuldan bir nəfər adam gəlib, üzr istəyirəm, orada 2 dənə toyuq satanda ondan xəbəri olan adamların 30 il bir adam nəyəsə yeyir, dağıdır, ondan xəbəri olmur. İndi yəni 30 ildən sonra xəbər tutmayasınız deyə, yəni vaxtında xəbər tutasınız deyə, məsələn, mən danışıram. Mən ona görə danışıram ki, vaxtında xəbər tutasınız, məsələn. Və mən də bu ölkənin vətəndaşıyam. Prezident deyir ki, ölkənin bütün sərvətləri xalqın arasında bərabər bölünür. Sərvəti qoyağı qırağı, biz cəhənnəm çəkirik. Bizim haqqımız tapdanır, hüququmuz tapdanır. Hələ bu günahsız insanları buraxın, çıxsınlar, bunlar otursunlar evində eşiyində. Bizə sərvət lazım deyil. Biz nə vaxt sərvətini gördük ki, bu ölkənin? Bir ölkədə ki, onkoloji xəstəyə qarşı heç bir, demək olar ki, sosial təminat yoxdur, heç bir güzəşt yoxdur. Yəni, bütün dünyada bu var da. Serebral iflicdən əziyyət çəkən uşağa heç bir, necə deyim, yardım yoxdur. Götürüb serebral iflicdən əziyyət çəkən uşağı, anadan gəlmə xəstə olan uşağın pensiyasını kəsirlər. Yəni, bu olduğu halda biz hansı ədalətdən danışırıq? Ümumiyyətlə, biz bu ölkədə ədalətin hərfini görmüşük. Ədalət deyəndə hamımızın ağlımıza aşıq ədalət gəlir və s. Görmüşük biz bu dünyada, bu ölkədə ədalət? Görməmişik. Və mən sonunda çox vaxt uzalmaq istəmirəm, üzümü tuturam, yenə də bayaq dedim. Demək istəyirəm ki, cənab prezident, dedim və yenə təkrar edirəm, bu ölkənin yeraltı, yerüstü, bütün sərvətlərin hamısı bir ovuz məmurun olsun, biz istəmirik. İmkan verin, biz də bu ölkədə, bu Allahın bu havası var. Hava neft istəmirik, qaz istəmirik, heç nə istəmirik. Kəndlərdə uçsuz gedirsən rayonlara, uçsuz, bucaqsız tarlalar görürsən. Bu o demək deyil, Azərbaycanda kənd təsərrüfatı inkişaf edib və insanlar xoşbəxt firavan yaşayır. Yox, bu o deməkdir ki, o tarlaların hamısı kəndlilərin əkin və otlaq sahələridir. Və onun hamısını sizin görməmiş məmurlar, görməmiş deputatlar, xalqın əlindən zorla alıblar. Dövlət büdcəsini talayıblar, o dövlət büdcəsindən taladıqları pullarla orada təsərrüfat yaradıblar. Azərbaycan xalqı isə gedib orada günü 10 manata günəmuz işləyir. Təsəvvür edirsiniz, günəmuz günü 10 manata işləyir. Bu Çarın dövründə vardı, təhkimli kəndlilər, bax onun kimi. Yəni bizdən sizə kimsə deyər ki, cənab prezident, baxın, görün, görürsünüzmü, nə yaxşı inkişaf eləmişik. Baxın, qəşəng-qəşəng hər yerdə badam bağları, zeytun bağları, üzüm bağları, görürsünüz nə yaxşı. Yox, qətiyyən siz onlara inanmayın. Siz onlara inanmayın, qətiyyən inanmayın. Bu xalqın deyil. Xalq orada nökər kimi işləyir. Mən də demək istəyirəm ki, biz bu sərvətin heç birini istəmirik. Sadəcə olaraq buraxın bu insanları, günahsız insanları. Çıxsınlar çöldə rahat nəfəs alsınlar. Çöldə bu Allahın bu havası ki var, hələ ki şükür Allaha bu havaya sayğac qoyulmayıb. Sayğac qoyulmayana qədər şimdi bu havadan rahat uda bilsinlər, yəni. Yəni ona görə sizdən xahiş edirəm. Və bir də vaxtınız olanda zəhmət olmasa, bu məhbusların, siyasi məhbusların hərdən bir maraqlıdır əslində. Bilirsiniz necə maraqlıdır? Boş vaxtınızda bax bu ittiham aktlarına baxın. Bu ittiham aktlarına baxın, görün. Azərbaycanda hüquq məhkəmə sistemi, cənab prezident, sizi necə doluyur? Xalqı dolamır, sizi doluyur. Çünki bu xalqın rəhbəri sizsiz. Bilirsiniz nədir? Bir evin qapısını döyəndə, o evin sahibinə görə o evdəkilərə dəyər verirlər. Yəni ki, bir də görürsən deyirlər, o filankəsin qızıdır ha, ondan elə rəftar eləmə, o filankəsin oğludur ha. Yəni belə bir söz var da el arasında. Yəni bir qapını döyəndə, bir həyətə girəndə o evin böyüyünə baxıb o evdəkilərə hörmət edirlər. Bu ölkədə, bu hüquq məhkəmə sistemində bizim başımıza gələnlərin hamısının səbəbkarı sizsiz, cənab prezident. Sizə baxırlar, bizi də bu günə qoyurlar. Bizi sahibsiz bilirlər ona görə.